Doğru söz, doğru fikir, doğru əməllə ürəyinizdə ata günəş olsun, əziz dostlar. Dünən biz bu xaricdə yaşayan blogerlərin və soydaşlarımızın və Azərbaycan Respublikası vətəndaşlarının təşəbbüsü ilə 2024-cü il dekabrında yaradılan Azərbaycan Xalq Parlamentinin İntizam Komissiyasının, Hesablayıcı Komissiyasının və deməli, Xarici Əlaqələr Komissiyasının sədrlərinin seçilməsi ilə bağlı qurucu parlamentin iclası keçirildi. Təbii ki, burada əsas məsələ parlamentdə yerdə qalan təbii ki, qurucu parlamentin sədrlərinin, həmsədrlərinin, rəyasət heyətinin deməli, iştirakı ilə baş tutdu və digər tərəf isə təbii ki, bu pozuculuqla və separatçılıqla məşğul olan və daha çox Azərbaycan Respublikasının konstitusiyasını və digər demokratik dəyərləri pozmağa cəhd eləyən bir qrup Milli Müqavimət Hərəkatının, Milli Hərəkatçılar qrupunun belə deyək də anarxist bir ekstremist ruhda bir fəaliyyət göstərən və xaricdə yaşayan bir çox tanınmamış blogerlərin, tanınmamış jurnalistlərin daha çox belə deyək də bugün Baş Prokurorluq tərəfindən cinayət məsuliyyətinə cəlb olunmayan, amma təbii ki, müəyyən anarxist qruplaşmaların tərkibində yer alan insanların yaratmış olduğu qondarma Azərbaycan Xalq Parlamentinin rəyasət heyətinin iclasını şahidi oldunuz və onlar belə deyək də hakimiyyət uğrunda mübarizə aparan və daha çox demokratiya uğrunda mübarizə aparmağı bacarmayan və daha çox legitim hakimiyyəti tanımayan bir ekstremist qruplar var. Deməli, onlar da mənim Heydər Əliyevin, 3-cü prezidentimiz Heydər Əliyevin vəfatı ilə əlaqədar paylaşımından sonra baxdım, gördüm ki, məni qrupdan, ABA Media qrupundan kənarlaşdırıblar və səbəb bildirmədən, açıqlama bildirmədən kənarlaşdırıblar. Hətta burada seçki komissiyasının deməli, nümayəndəsi Rasim Əliyev, Oktay Ömərov məni namizədliyimi qeydə almadılar və səbəb kimi əsaslandırdılar ki, Milli Fədaii Hərəkatı ilə bağlılığım var, hakimiyyətlə bağlılığım var. Təbii ki, hakimiyyətlə bağlılığım yoxdur. Sadəcə olaraq Azərbaycan Respublikasının prezidentinin səs verməyə bacaran, səs verən, Azərbaycan Respublikasının prezidentini dəstəkləyən və onun xarici siyasətini dəstəkləyən, balanslaşmış xarici siyasəti dəstəkləyən bir vətəndaşam və nədəsə hansısa anarxist, hansısa ekstremist, antikonstitusiyon addımları atmayan bir vətəndaşam, vətənimi, dövlətimi sevən bir insanım. Əlbəttə ki, öz daxili düşmənlərimizi, yəni dövlət orqanlarımıza sızan Rusiyanın xüsusi xidmət orqanlarının cəsus şəbəkələrini məhv eləməyə bacaran, onları ifşa eləyən və digər tərəfdən prezidentin yürütdüyü siyasəti dəstəkləyən, Avropa inteqrasiya siyasətini, Türk dövlətlərlə bağlı siyasətini və xüsusilə İslam sivilizasiyasının, uzaq şərq ölkələrinin dəstəkləyən bir xarici siyasət kursunun, yəni üç rəngli bayrağımızda əks etdirən Əli Bəy Hüseynzadənin ortaya qoyduğu və Əhməd Ağoğlunun ortaya qoyduğu difai təşkilatının və o cümlədən Azərbaycan 1918-20-ci illərdə Məhəmməd Əmin Rəsulzadənin rəhbərliyi ilə qurulan Müsavat Partiyasının proqramında əks etdirən və Azərbaycan Xalq Cümhuriyyətinin ideologiyası olan müsavatçılıq ideologiyasına
və 1992-93-cü illərdə Azərbaycanda keçirilən prezident seçkilərində, 1995-2000-ci illər parlament seçkilərində qalib gəlmiş Xalq Cəbhəsi partiyasının ideologiyası olan millətləşmə, dövlətləşmə, bütövləşmə ideyası adlandırılan Bütöv Azərbaycan ideyasının banisi olan Əbülfəz Elçi bəyin və 1992-ci ilin noyabrın 21-də yaradılan Yeni Azərbaycan Partiyasının ideologiyası olan Azərbaycan Respublikası vətəndaşlığı üzərində formalaşan Azərbaycançılıq ideologiyasını dəstəkləyən bir təşkilat nümayəndəsiyəm, təsir şöbəsi sədriyəm. Onlar isə onların pozuculuğu, anarxizmi, hətta məni şəxsən 37-ci ilin bir nostalgiyasına xatırladan bir vəziyyətə gətirdilər. Hətta məni həm qrupdan kənarlaşdırdılar, həm namzədliyimi qeydə almadılar. Yəni, belə biabırçılıqdan sonra mən hətta bugün Baş Prokurorluq tərəfindən cinayət məsuliyyətinə cəlb olunan və onlar barəsində məhkəmə qərarı çıxarılan, lakin Dövlət Təhlükəsizlik Xidmətinin razılığı olmadan və onlar barəsində Interpolun heç bir bəyanatı olmadan, belə deyək də, onların güya dövlət çevrilişinə cəhdə ittiham olunan bir çox xaricdə yaşayan blogerlər və prezidenti tənqid edən insanlar Azərbaycan Xalq Parlamentində yer alırlar və belə deyək də, iki qrup var, aristokratlar və demokratlar. Aristokratlar daha çox intellektual səviyyədə xaricdə yaşayan blogerlərdir. Və bilirsiniz ki, bu yaxınlarda Milli Şura ilə əlaqələrinə görə dələduzluq maddəsi ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin deməli 278-ci səhifə maddəsi ilə 52.000 manat müştəriləri aldatması ittihamı ilə həbs olunan Azərbaycan Xalq Parlamentinin həmsədri Namizəd Səfərovla bağlı bəyanat verdilər hər iki parlament, bir qurucu parlament və biri qondarma parlament. Yəni, bizim Milli Fədali Hərəkatı olaraq aldığımız müşahidələr onu göstərir ki, bu parçalanan qüvvələr Rusiyanın və İranın xüsusi xidmət orqanlarıdır. Və mən hesab edirəm ki, hətta bugün hər iki parlament bir-birlərini nədəsə ittiham edirlər. Halbuki bunların hər iki tərəfi heç biri hakimiyyətlə bağlılıqları yoxdur. Hakimiyyətlə bağlılıqları olsaydı, onlar ən azından qeydiyyatdan keçərdilər, qeyri-hökumət təşkilatı səviyyəsində və ən azından onlar Milli Məclisdə fraksiya olaraq Azərbaycan Xalq Parlamenti adı ilə təmsil edərdilər və namzədliyini 2024-cü ildə parlamentdə namzədliyini irəli sürərdilər və seçkilərdə qalib gəlib parlamentdə millət vəkili seçilərdilər. Ən azı hakimiyyətə xidmət edirdilərsə. Amma gəldiyimiz qənaət odur ki, bu parlament bir qismi qeyd edirlər ki, biz Böyük Britaniya parlamentinə göndərmişik təqsirləndirilən şəxslərin olan siyasi məhbusların və digər tərəfdən bir qismi deyir ki, İsveç parlamentində, qondarma parlamentin sədri, Milli Müqavimət Hərəkatının sədri, ABA Medianın baş redaktoru Teymur Eminbəyli tərəfindən belə bir açıqlama verildi. Və bizim gəldiyimiz qənaət ondan ibarətdir ki, vəziyyət çox kritikdir ki, onlar bir-birlərini nədəsə ittiham edirlər. Məsələn, belə deyək də, hər iki tərəf bir-birini hakimiyyətə xidmət etməkdə ittiham edirlər. Halbuki hakimiyyətə xidmət etmək cinayət deyil. Əksinə hakimiyyətə xidmət etmək Azərbaycan Respublikasının üçrəngli bayrağına xidmət etməkdir. Himninə bağlı olmaqdır, gerbə bağlı olmaqdır və ümumiyyətlə dövlət atributlarına bağlı olmaqdır. Və ona görə də mən hakimiyyətə, Azərbaycan hakimiyyətinə xidmət etməyi bir şərəf hesab edirəm. Lakin Rusiya hakimiyyətinə xidmət etməyi, İran hakimiyyətinə xidmət etməyi şərəfsizlik hesab edirəm. Yəni, buradan hakimiyyət orqanlarına səslənirəm ki, biz Azərbaycan hakimiyyətini dəstəkləyirik, onların fəaliyyətini
yüksək qiymətləndiririk. Biz istəyirik ki, hər bir şey obyektiv və ədalətli olsun və bizim hər hansı bir şəkildə dövlət tərbiyəsi ilə, dövlət gənələkləri ilə demokratik ölkələrdə olduğu kimi legitim hakimiyyəti tanıyan bir ədəb ərkan qaydalarını tanıyan bir formada fəaliyyət göstərsinlər. Əgər doğrudan da səmimi şəkildə demokratiya uğrunda mübarizə aparırlarsa, nəyə görə onlar düşmən bir ölkələrə, Rusiyaya və İrana xidmət etməlidirlər? Məsələn, qondarma parlamentin sədri Teymur Eminbəyli iddia edir ki, Azərbaycan Xalq Parlamentinin sədri Xatirə Cəbrayilova Rusiya xüsusi xidmət orqanlarına xidmət edir. O cümlədən Ataxan Əbilov və o cümlədən belə deyək, həm sədr Abid Qafarov İran xüsusi xidmət orqanlarına xidmət edir. Hətta bunu Almaniyada yaşayan bloger və o da baş prokuror tərəfindən cinayət məsuliyyətinə cəlb olunub və barəsində həbs qətimkan tədbiri seçilib, dövlət çevrilişinə cəhdə ittiham olunur. Və bu adamlar da özləri konkret olaraq heç bir Avropa Şurasında tanınmayan və heç bir Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi tərəfindən tanınmayan bir qurumdur. Və biz təəccüblənmədik bizi o quruma hətta namizədliyimizi qeydə almadılar. Çünki biz namizədliyimizi qeydə alsaydıq, biz orada Rusiyanın və İran xüsusi xidmət orqanlarının əməkdaşlarını ifşa edəcəkdik və onların buradan çıxarılmasına, buradan uzaqlaşdırılmasına nail olacaqdı. Məsələn, Qurban Məmmədovun Rusiya xüsusi xidmət orqanları ilə birbaşa əlaqələrin olduğunu biz özümüz onun efirində görmüş olduq. Biz 93-cü il 4 iyun qiyamının arxasında keçmiş prezident Ayaz Mütəllibovun olduğunu açıqlama verəndən sonra, Ayaz Mütəllibovun nəyə görə dövlət çevrilişində 4 iyun qiyamında iştirak elədiyini açıqlayandan sonra onlar efirimizdən bizi kənarlaşdırdılar. Sual olunur niyə? Və biz orada açıqlamada bildirdik ki, Heydər Əliyevin 4 iyun qiyamından heç bir əlaqəsi yoxdur. Əksinə 4 iyun qiyamına siyasi qiymət verərək 4 qiyamının təşkilatçılarının, keçmiş Daxili İşlər Nazirinin müavini, Rusiyanın hərbi kəşfiyyatına xidmət edən, Dağlıq Qarabağın düşmənə təslim edilməsinə xidmətlər göstərən, dırnaq arası xidmətlər göstərən qiyamçı Rövşən Cavadovun 94-95-ci il hərbi çevrilişlərində Azərbaycan Respublikasının 3-cü prezidenti Heydər Əliyevin prezidentlik dövründə həyata keçirdiyi dövlət çevrilişinə cəhddə məhz 1994-cü il sentyabrın 20-də imzalanan əsrin müqaviləsi ilə bağlı olduğunu və o cümlədən NATO ilə, Avropa Şurası ilə, birbaşa Avropa İttifaqı ilə təmasların qurulması və Türk Dövlətlər Təşkilatı ilə əməkdaşlığın edilməsi Heydər Əliyevin bir millət iki dövlət düsturuna söykənən xarici siyasət kursunun səbəbindən baş verdiyini açıqlama verdik. Və Qurban Məmmədov da özü də 94-95-ci illərdə Milli Məclisdə Milli Təhlükəsizlik Naziri, hal-hazırda Dövlət Təhlükəsizlik Xidmətinin rəisi deməli Namazov, daha doğrusu Namiq Abbasov tərəfindən parlamentdə açıqlama verilmişdi ki, o Rusiyanın xüsusi xidmət orqanlarına xidmət edir. Qurban Məmmədov özü bank hesabında, düzdür, Azərbaycan ərazisində Kapital Bank bilirik ki, dövlətin rəsmi, belə deyək, prezidentin və vitse-prezidentin, deyək ki, prezidentin ehtiyat fondunun və Heydər fondunun maliyyə dəstəyi ilə özəl bank olaraq fəaliyyət göstərir və təbii ki, özəl sektora, özəl banklarının inkişafı istiqamətində Heydər fondunun çox müsbət, çox uğurlu bir fəaliyyəti var və belə bir şəraitdə Kapital Bankla hansısa bir bank hesabı açmaq hər bir vətəndaşın, hətta xaricdə yaşayan bir blogerin belə hüququdur və burada biz qəbahətli bir şey görmürük. Amma nəyə görə Rusiyanın banklarının da hesabları fəaliyyət göstərməlidir? Böyük Britaniya kimi demokratik ölkə və NATO'nun üzvü olan bir ölkədə Rusiyaya xidmət edən bir blogerin və yaxud da hüquq müdafiəçisinin nə işi var? O vətəndaşlıq necə alıb və necə olub ki,
dövlətə xəyanət edən insanlarla təmaslar qurur. Və o cümlədən 18 oktyabr dövlət müstəqilliyinin əleyhinə səs verən Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin üzvü Heydar İbrahimovun təmaslar qurur. Və Heydar İbrahimov da özü Heydər Əliyevə qarşı çıxmış və Heydər Əliyevə xəyanət etmiş. Bugün də bəyanatına da görünür ki, Ramiz Mehdiyevi müdafiə edir. Ramiz Mehdiyev mövqeyini müdafiə edir. Və Rusiyaya xidmət edən Ramiz Mehdiyev də təbii ki, Putin hakimiyyətinə bugün də xidmət edir. VTB Bankın səhmlərinə sahibdir. Yəni bir sözlə biz açıqlamada vermişik ki, bugün prezidenti dəstəkləməyən, vitse-prezidenti dəstəkləməyən, ordumuzu dəstəkləməyən, qaziləri dəstəkləməyən, şəhid ailəsini dəstəkləməyənin ümumiyyətlə vətənpərvərlikdən danışmağa, demokratiyadan danışmağa mənəvi haqqı yoxdur. İlham Əliyev xalq tərəfindən 5 dəfə seçilib və hüquqi cəhətdən qalib gəlib və bilirsiniz ki, avqust ayının 4-də parlamentin sessiyasında böyük səs çoxluğu ilə, millət vəkillərinin böyük səs çoxluğu ilə baş nazir seçilib və prezident səlahiyyətlərini konstitusiyaya əlavə dəyişikliklər əsasında prezident səlahiyyətlərini icra edən şəxsdir və prezident kim seçilməsindən, yəni İsa Qəmbərin və yaxud Cəmil Həsənlinin prezident seçilməsindən asılı olmayaraq, təbii ki, koalisyon hökumətin qurulması prosesində, mexanizmində mümkün idi. Və bir şey də deyim ki, Əli Kərimli haqqında da biz onu müdafiə eləmədik, çünki Əli Kərimli yurt birliyini yaradaraq xalq cəbhəsinə qarşı, Əfəz Elçi bəy sədrliyi dövründə ona qarşı onun prezidentliyə namizədliyinin mane olub və Əli Kərimli uzun illər komsomol dərnəklərində yer alıb və özü də parlament seçkilərində 95-2000-ci illərdə parlamentliyə, millət vəkilliyə namizədliyi üçün prezident administrasiyasının rəhbəri Ramiz Mehdiyev müraciət edib. Bu da əslində əlaqələr olduğunu göstərir. Və yaxud da prezidentliyə namizəd 2013-cü ildə deməli Cəmil Həsənli namizədliyi üçün Milli Şuranın üzvü kimi Ramiz Mehdiyevə müraciət edib və bunlar hamısı Dövlət Təhlükəsizlik Xidmətinin deməli evində, Əli Kərim evində axtarış apararkən üzə çıxarılıb. Məktubda da bu məsələ üzə çıxarılıb və Rüstəm İbrahimbəyovun Milliarderlər İttifaqı ilə birbaşa əlaqələrin olduğunu və prezidentliyə namizədliyinin irəli sürülməsinin üçün Gəncədə Cəmil Həsənli və Əli Kərimin görüşdüyü məğlı şəkillər üzə çıxdı və bir sözlə Azərbaycan Xalq Parlamentinin həmsədrinin Namizəd Səfərovun Əli Kərimiyə dəstək bildirdiyinə görə Namizəd Səfərovun həbs olunması təbii görünə bilər. Və bir sözlə biz prosesləri görürük və Dövlət Təhlükəsizlik Xidmətinin hər bir addımını dəstəkləyirik. Dövlət Təhlükəsizlik Xidməti Azərbaycan Respublikasının xarici kəşfiyyata qarşı peşəkar mübarizə aparan və Əks-İnqilabla Mübarizə Təşkilatının ənənələrini yaşadan, Milli Təhlükəsizlik Nazirliyinin ənənələrini yaşadan, bir difainin ənənələrini yaşadan bir təşkilatdır və bizim də Milli Fədai Hərəkatı olaraq fəaliyyətimiz də Dövlət Təhlükəsizlik Xidmətinə kömək eləməkdir, dəstək bildirməkdir. Və keçmiş Dövlət Təhlükəsizlik Xidmətinin əməkdaşı və zabiti Ərəsin Ozlu da Dövlət Təhlükəsizlik Xidmətinə xəyanət etdiyinə görə Dövlət Təhlükəsizlik Xidməti sıralarından xaric edilmişdir. 1992-93-cü illərdə 4 iyun hərbi qiyamının qarşısını ala bilmədiyi üçün Dövlət Təhlükəsizlik Xidmətinin Milli Təhlükəsizlik Nazirliyi sıralarından Heydər Əliyevin göstərişi ilə xaric edilib və Namiq Abbasovun və Eldar Mahmudovun və Əli Nağıyevin göstərişi ilə ümumiyyətlə o sıralardan xaric edilib. Bu rəsmi faktdır və Baş Prokurorluq onun barəsində axtarış tədbir görüb. Ümumiyyətlə, konstitusiyaya əməl etməyən və bir insanın hər hansı bir dövlət orqanlarında çalışmağa mənəvi haqqı yoxdur. Bizim dediyimiz odur ki, ümumiyyətlə, hər bir şeydə şəffaf olmaq lazımdır, peşəkar olmaq lazımdır və ümumiyyətlə, biz artıq bizim haqqımızda heç bir cinayət xarakterli bir əməlimiz yoxdur və biz vətənimizi, dövlətimizi sevən bir insanlarıq və heç bir təxribatdan, terrordan qorxmuruq. Biz bugün də Ukrayna prezidentini də, Azərbaycan prezidentinin də yürütdüyü hərbi siyasətini dəstəkləyirik. Ərazi bütövlüyünün qorunmasında ali başkomandanlar olaraq dəstəkləyirik. Biz görürsünüz, hətta Rusiya ordusunda xidmət edən insanların
İkinci Qarabağ müharibəsində iştirak eləyib, Birinci Qarabağ müharibəsində iştirak eləyib. Fərqi yoxdur, tapotusu yoxdur. Əgər düşmən bir ölkəyə gedib xidmət edirsə, o öz vətəninə də beynəlxalq hüququ da tapdalayır və onların adı vətən xainidir. Və onların rütbələri də, onların aldıqları vətən müharibəsi ordenləri də əllərindən alınır. Və onlar quldular. Və onların bəzilərini də biz aşkarladıq. Çox təəssüf ki, Azərbaycan mediasında onları həlak oldu yazdılar. Onlar həlak olmayıb, onlar güllələniblər. Onlar Azərbaycan ordusunda xidmət etməsinə baxmayaraq 44 günlük müharibədə Ukraynanın Azərbaycan ərazi bütövlüyünə Zelenskinin İlham Əliyev arasında telefon danışıqlarında Azərbaycan Respublikasının ərazi bütövlüyünə dəstək bildirdiyini görürük. Azərbaycan Xalq Parlamentinin qondarma və yaxud da qurucu parlamentinin heç birinin Ukraynanın ərazi bütövlüyünə dəstək bildirən bir bəyanatına rast gəlmədi. Fikir verirsinizsə, Voice of Ukraine mediasının baş redaktoru, keçmiş Qubadlı rayon icra hakimiyyətinin sədri Elxan Nuriyev də o iclaslarda iştirak eləmir. Və bu faktdır ki, Elxan Nuriyev onların bir-birlərinə qarşı, bir-birlərini ittiham eləməyi və onlar Rusiya hökumətinə xidmət edirlər. Hər iki tərəf. Tam məsuliyyətlə deyirəm, onlar Rusiya və İran hökumətinə xidmət edirlər. Kim İlham Əliyev əleyhinə danışırsa, prezident ailəsi haqqında hökumət əleyhinə danışırsa, bilin ki, onlar Rusiya İranın cəsuslarıdırlar. Yəni, onların heç birinin qərbə bağlılıqları yoxdur. Necə olur ki, onlar bugün dövlət sirlərimizi, hərbi sirlərimizi yaymaqla məşğuldurlar. Və onlar sosial şəbəkələrdə sosial problemlər adı altında nazirliklər haqqında, icra hakimiyyəti haqqında xoşa gəlməyən bir istismarə yaradırlar. Bu hansı demokratiya, hansı hüquqa uyğun bir addımdır? Demokratik ölkələrdə belə mətbuat orqanları birbaşa öz ölkəsinin kəşfiyyat orqanları ilə, məsələn, Amerika Birləşmiş Ştatlarında Washington Post və New York Times mediası birbaşa Amerikanın CIA və yaxud da NSA və yaxud da FBI orqanları ilə birbaşa təmaslar əsasında, onlardan aldıqları informasiya əsasında, onların razılığı əsasında, onların göstərişi əsasında məlumatlar yayırlar. Amma biz görürük ki, bugün Rusiyaya xidmət edən medialar var və onlar heç biri dövlət mediaları deyirlər, onlar özəl medialardır. Məsələn, Baku TV özəl mediadır və yaxud da CBC TV özəl mediadır. Report TV özəl mediadır. Məsələn, Azəritac dövlət agentliyi SSR dövründə yaranan mediadır. Və onun medialarında Azərbaycan Respublikasının dövlət televiziyası kimi və yaxud da Azərbaycan Media İnkişaf Agentliyi kimi və yaxud da belə deyək, Azərbaycan Mətbuat Şurası kimi, Audiovizual Şura kimi müstəqil fəaliyyət göstərə bilmirlər. Dövlətin maraqlarını, millətin maraqlarına xidmət eləmirlər. Çünki onların Rusiyanın rus dilli medialardır. Məsələn, CBC TV də mənim düşüncəmə görə dövlət mediası deyil. Çünki o da öz mediasında rus dilində efir yayımlayır. Yadınızda saxlayın, hansı televiziya, hansı dildə yayımlayırsa o dövlətə xidmət edir. Yəni bunu deməyə, məncə qorxmağa, çəkinməyə ehtiyac yoxdur. Və hesab edirəm ki, bugün Azərbaycan Respublikasının prezidentinin 28 dekabr 2024-cü il sərəncamına əsasən Azərbaycan Respublikasının 2025-ci il konstitusiya suverenliyidir. Konstitusiyanın 21-ci maddəsində Azərbaycan Respublikasının dövlət dili Azərbaycan dilidir. Azərbaycan dilində danışmayan, Azərbaycan dilində efir yayımlamayan kanallar Azərbaycan dövlətinə xidmət edə bilməz və Azərbaycan dövlətinə bağlı ola bilməz. Prezidentin siyasətini dəstəkləyə bilməz. Ona görə də mən rəsmi açıqlama verirəm ki, Azərbaycan Xalq Parlamenti heç bir rəsmi Avropa Şurası tərəfindən, Avropa İttifaqı tərəfindən tanınmır. Yəni, indi fərd olaraq Böyük Britaniya parlamentindən müəyyən məktublaşman ola bilər və yaxud İsveç parlamentindən məktublaşman ola bilər. İsveç parlamenti bir ölkədir. Avropa Şurasında, Avropa İttifaqında 50-yə yaxın, 20-yə yaxın, NATO-nun Parlament Assambleyasında 20-yə yaxın ölkələr var. O ölkələrlə Milli Məclisimiz, bizim legitim hakimiyyətimiz, Milli Məclisimiz 91-ci ilin 18 oktyabrında dövlət müstəqilliyi haqqında Konstitusiya aktını imzalayan Milli Məclisimiz o Parlament Assambleyasının üzvüdürlər.
Sadəcə olaraq bugün yalnız Avropa Şurasında mandatı dondurulub. Amma Avropa Şurasının üzvüyük. Və biz hər an Avropa Şurasına qayıtmaq imkanlarımız var. Və hesab edirəm ki, yaxın günlərdə, yaxın illərdə Avropa Şurasına qayıdacaq. Və bunun üçün Azərbaycanda Rusiyanın dövlət orqanlarımıza sızan kəşfiyyat orqanlarının, Ramiz Mehdiyev başda olmaqla bir çox orqanlarının cinayət məsuliyyətinə cəlb olunması və onlar barəsində cinayət işlərinin açılması gərəkir. Bilirsiniz ki, Dövlət Təhlükəsizlik Xidməti və Korrupsiyaya qarşı Mübarizə İdarəsi bir çox icra hakimiyyəti orqanlarında korrupsiya faktlarını aşkarlayıb və onlar barəsində tutduğu vəzifələrinə görə, vəzifə səlahiyyətlərini aşdıqlarına görə onlar cinayət məsuliyyətinə cəlb olunmuşdur. 2005-ci ildə bilirsiniz ki, 2019-cu ildə xüsusilə Səhiyyə Nazirliyində, İqtisadiyyat Nazirliyində və digər icra hakimiyyətlərində belə hallar yaşanması ilə bağlı Dövlət Təhlükəsizlik Xidmətinin və Daxili İşlər Nazirliyinin, Korrupsiyaya qarşı Mübarizə İdarəsinin rəsmi açıqlamaları olmuşdur. Ona görə də mən hesab edirəm ki, Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kemal Atatürkün və Azərbaycan Xalq Cümhuriyyətinin qurucusu və öndəri Məhəmməd Əmin Rəsulzadənin yolu ilə gedən və Azərbaycan Respublikasının ikinci prezidenti Hafez Elçibəy yoluna gedən insanlar obyektiv və şəffaf olmalıdırlar və həqiqətləri olduğu kimi deməlidirlər. Üçrəngli bayrağın altında olan dövlət orqanlarına sayğı göstərməlidir, hörmət göstərməlidir. Və şəxslərin vətəndaş olaraq, bilirsiniz, belə bir söz var ki, xalq necədirsə hakimiyyət də elədir. Bugün xalqın konstitusiyon şuuru, dövlətçilik şuurunu düzəltməmiş, siz dövlətin orqanlarında çalışan vəzifəli şəxslərlə bağlı hər hansı bir fikir söyləyə bilməzsiniz. Bizim gəldiyimiz qənaət ondan ibarətdir ki, bizim profillərimizə hacker hücum edən və yaxud da bizim WhatsApp-ımızın deməli notebook hesabında deməli telefon nömrəmizi, indi mən burada açıqlamaq istəmirəm, telefon nömrəmizi belə uğurlayan Rusiyanın səfirliyi hələ də bizim telefon nömrəmizi, indi biz onun təbii ki nömrəsini açıqlamaq istəmirik, xarici kəşfiyyatın hədəfinə tuş gəlmək istəmirik. Həmin telefon nömrəsinin 051-582-2700 nömrəsi hələ də uğurluq kimi qalıb, hələ də nömrəmiz bərpa olunmayıb. Və bu xuliqanlıq hərəkətinə görə Aleksandr Borotnikov və Rusiyanın Azərbaycandakı səfirinin birbaşa əli var və onun mən adını çəkmək istəyirdim. Kimdir o? Rusiyanın Azərbaycandakı səfiri və utanmaz hələ də xalqdan üzr istəməyib və səfirin adı deməli Mikhail Nikolayevsdir və həmin şəxs də mütləq cinayət məsuliyyətinə cəlb olunmalıdır. Rusiya Mədəniyyət Mərkəzi fəaliyyətini dayandırmalıdır. 346 Rus məktəbi bağlanmalıdır. Baxın, Azərbaycan Xalq Parlamentinin həm qondarma, həm qurucu parlament iclaslarında bu məsələlər müzakirə edilməyib. Görəsən niyə? Nədən çəkinirlər? Nədən qorxurlar? Görünən odur ki, onların Rusiyadan deportasiyası baş verə bilər. Avropadan deportasiyası baş verə bilər. Halbuki Avropada Rusiya əleyhinə bəyanatlar var. Avropa Şurasının, Avropa İttifaqının Rusiyanın təcavüzkar ölkə olduğunu rəsmi olaraq açıqlama veriblər. Bunlar niyə açıqlama vermirlər? Ya Rusiyanın pullarından təşkilat xalq parlamenti yaradıblar. Yəni bunu açıqlasınlar və şəffaf olsunlar. Elə olmasaydı onlar barəsində prokurorluq cinayət iş açmazdı. Ona görə də bizim bugünə qədər bizim barəmizdə heç bir cinayət axtarış tədbiri görülməyib evimizdə və biz heç bir, baxın, biz təqsirlənən şəxslərin məhkəmələrinə sərbəst gedə bilirik. Məhkəmə proseslərini paylaşırıq və heç bir təzyiqlə üz-üzə qalmırıq. Xarici hakerlər, Rus hakerləri istisna olmaqla, İran hakerləri istisna olmaqla, bəzi hallarda bizim Kiral Blyakiyev və yaxud da Yakub Cemil və yaxud da deyək ki, Ergenekon Bozqurt hesablarımız, Tural Qarayev, Türel Qarayev hesablarımız deaktiv olunub, bizim dəfələrlə səhifələrimiz bağlanıb, amma biz yolumuzdan dönməmişik.
Baxın, Milli Fədai Hərəkat səhifəsi 2020-ci ildən etibarən, yanvarından etibarən fəaliyyətini davam etdirir və bizim səhifəmizdə bütün paylaşımlar olduğu kimi saxlanılıb. Bu da dövlətimizin bizə göstərdiyi yüksək diqqət və qayğısı. Bizim dövlətimizdən heç bir narazılığımız yoxdur. Dövlətimizi sevirik, vətənimizi sevirik və fəaliyyətimizi şəffaf qurmağa çalışırıq. Amma bəziləri bu şəffaflıqdan narahatdırlar. Niyə bizim, baxın, Azərbaycan Xalq Parlamentinin üzv namzədliyimizi qeydə almırlar? Nədən çəkinirlər? Biz orada nə edəcəyik ki? Və biz, baxın, biz heç bir halda prezidentin adını çəkmirik həmin qrupda. Prezident haqqında heç bir fikir söyləmirik. Biz Elçi bəyi müdafiə edirik, Rəsulzadəni müdafiə edirik, Elçi bəyi müdafiə edirik və demokratik dəyərləri təbliğ edirik. Onlar nə qədər siz çəksinlər, biz çəkmirik. Biz dialektik materializminin anarxist və ekstremist ruhda demokratik proseslərin olmasına maraqlı deyil. Demokratiya şəffaflıqdır, hüququn ali prinsiplərinin qorunmasıdır. Bizim paylaşımlarımızda da görə bilərsiniz. Və çox təəssüf ki, birdən-birə biz canlı yayım elədik və səhifəmizdə 051-582-27-0 nömrəsini yazdıq. Birdən-birə bizim notebook'umuzda WhatsApp açılmadı və birdən-birə silindi. Yəni, Rus hakerləri bizim səhifəmizi hədəfə duş gətirdilər. Aleksandr Borotnikov kimi bir cinayətkar, bir KGB və NKVD və yaxud da Axrana, Çar Rusiyasının kəşfiyyat orqanı olan Axrananın ənənələrini bizə yaşadılar. Çünki bizim paylaşımlarımıza 99% Ukraynanın kəşfiyyat orqanlarının paylaşımlarıdır. Və Rus kəşfiyyatı bizi hədəfə tuş gəlir. Hətta Rusiyaya xidmət edən Azərbaycanlı sapı özümüzdən olan baltaları ifşa edimizə görə bizi hədəfə tuş gəlir. Rusiya dövləti bizi hal-hazırda hədəf edib. Səhifəmizi, profillərimizi hədəfə alıb. Rus xüsusi xidmət orqanları telefonumuzu oğruyublar. Və biz telefonumuzu ala bilmirik. Yəni, biz belə bir vəziyyətə düşmüşük ki, başqa adamın, başqa insanın telefonu ilə, yəni tanımadığımız, ailə üzvü olmayan şəxsdən biz telefon almışıq. Bu halda bu telefon başqa adamın əlindədir. Və biz bu nömrəni açıqlamaq istəmirik, o həmin şəxsi hədəfə almaq istəmirik. Və belə özbaşlanlıq olmaz axı. Və Rusiyanın yarısı türk torpaqlarıdır. Tataristan, Başqırdısan, Çuvaşiya, Qaraca Çərkəz və yaxud da Sakay, Yakutiya əsarətdədirlər. Bəs bunların problemini niyə Xalq Parlamenti dilə gətirmir? Niyə Uyğurların problemini dilə gətirmir? Özləri demokratik ölkələrdə yaşayırlar. Nədən çəkinirlər? Nədən qorxurlar? Rusiya əleyhinə danışdılar, nə olacaq? Orada Rusiyanın kəşfiyyat orqanları var. Mən sizə əminliklə deyirəm, bunlar Rusiya səfirliyindən təlimat alırlar. Yaşadıkları Avropa ölkələrində, Niderland Krallığında Rusiya səfirliyi var. Deyək ki, Yeni Zelandiyada, İsveç Krallığında və digər ölkələrin Rusiya səfirliyindən təlimat alırlar. Ona görə qorxurlar. Rusiya səfirliyi deyir ki, İlham Əliyev əleyhinə danışın, Rusiya əleyhinə danışmayın, Putin əleyhinə danışmayın, Lukoil əleyhinə danışmayın. Amma biz Azərbaycanda yaşayırıq, sərbəst şəkildə Rusiyanın prezidentini avtoritar, korrupsioner, dələduz, mafyoz, mafiya başçısı deyə bilirik. Amma onlar deyə bilmirlər. Onlar hətta Teymur Əmbəlli deyə bilmir. Və yaxud da Qurban Məmmədov deyə bilmir. Abid Qafarov özü Almaniyada yaşayır. Almaniyadakı Rusiya səfirliyindən təlimat alır. Bunlar hamısı Rusiyanın və yaxud da İran səfirliyi ilə əlaqələri var. Yəni Abid Qafarov həm Rusiya ilə, həm İranla birbaşa əlaqələri var. Və bütün dövlətlə bağlı, dövlət sirlərimizlə bağlı informasiyaları Rusiyadan alırlar. Rusiya kəşfiyyatından alırlar. Mən səminliklə deyirəm ki, Ramiz Mehdiyev bu informasiyaları onlara ötürürlər. Siz fikir verin, Azad Söz telekanalı və Mağara TV bəyanat yaydı. Turab Sadıqlı və Elşad Məmmədov ki, biz YouTube kanalımızı dayandırırıq.
Çünki Rusiya səfirliyi, Rusiyanın Putin rejimi zəiflədikcə bunların informasiya resursları zəifləyir. Bugün baxın, bir çox Facebook kanallarında Rusiya mənbələrinə istinadən xəbərlər, belə deyək, Rusiya məxsus televiziyalar bloklanır. Facebook şirkəti bunları bloklayır. Meta şirkəti bloklayır. Onların yayımlanmasına, yəni Rusiyanın terrorçuluqla bağlı təbliğatlarını dayandırır. Və birbaşa mən sizə bir söz deyim. Nə Elşad Məmmədov, nə Məhəmməd Mirzəli, digərləri heç biri Ukraynaya dəstək bildirməyib. Mənim bildiyim Ukraynaya dəstək bildirən deməli Vidadi İskəndərli idi. Vidadi İskəndərliyi ona görə öldürdülər. Biz bir açıqlama verdik ki, Narışkin sifarişini Narışkin edib, Aleksandr Barotnikovi. Narışkin Bakıya gələn kimi göstəriş verdi Rusiya səfirliyinə və Mikhail Nikolayevçi görüşüb Narışkin, birisi Mikhail Nikolayevçi və o birisi ki, Bakı tikiş evində yerləşir həmin səfirlik. Ora gedib və təlimat verib ki, onu Fransada öldürün. Məhəmməd Mirzəliyə qarşı bir çox Rusiyanın mafyoz qruplaşmaları Məhəmməd Mirzəliyə qarşı sui-qəsd elədilər. Bu kəşfiyyat məlumatını da biz Türkiyənin Milli İstihbarat Təşkilatından aldıq. Bizim Milli İstihbarat Təşkilatında xeyli sayda şərəflə, vətəninə, dövlətinə, Mustafa Kemal Atatürkün yolu ilə gedən, Rəcəb Tayyip Ərdoğanı dəstəkləyən insanlar var ki, onlar bu informasiyaları bizə verirlər. İbrahim Kalın, bilirsiniz ki, Milli İstihbarat Təşkilatının başkanıdır və biz birbaşa bütün informasiyaları, dövlətimizlə bağlı informasiyaları bəzi hallarda Türkiyənin Milli İstihbarat Təşkilatından aldığımıza görə bu informasiyalarda dövlət lehinə, dövlətin maraqlarına xidmət edən informasiyalar yayılır. Məsələn, bildiririk ki, o Qərbi Azərbaycanlıdır, onu bildiririk ki, o əslən Qacar nəslindəndir, Oğuz türküdür. Məsələn, bizim bir çox Daxili İşlər Naziri orqanlarında çalışan, şərəflə, ləyaqətlə vətəninə, dövlətinə, polis haqqında qanuna əməl edən bir çox vətəndaşlarımız var ki, onlar konkret olaraq Qərbi Azərbaycanlıdırlar, Oğuz türküdürlər, İrəvan türküdürlər. Və ona görə də biz hesab edirik ki, heç bir Azərbaycanda azad sözə, azad fikrə bir məhdudiyyət yoxdur. Və biz sərbəst şəkildə fikirlərimizi azad ifadə edirik. Ona görə də biz müvəqqəti olaraq Milli Fəda Hərəkatında artıq rəsmi nömrə, telefon nömrəsini, əlaqə telefonunu daxil eləmədik. Çünki böyük bir risk daşıyır və bizim səhifəmizə, inboxumuza yaza bilərsiniz və orada bizim hətta Faiq Vidadioğlu var, bizim Fransada yaşayan soydaşımız var. Onun da əlaqə telefonu biz yazmamışıq, onu da istəmirik hədəfə alaq. Ona görə də bizim Rusiyanın hacker qruplaşmaları ilə Rusiya Federasiyasının Daxili İşlər Nazirliyinə, Rusiya Federasiyasının FSB orqanları da bizə qarşı çirkin bir təxribatlar və terror törədə bilərlər. Rusiyanın bilirsiniz ki, Daxili İşlər Naziri kimdir? Mən onu sizə söyleyeyim kimdir. Deməli, Vladimir Kolokotsevdir və 2012-ci ildən bu vəzifəni yerinə yetirir. Deməli, 1992-ci ildə Viktor Yerin olub, 1995-ci ildə Anatoliy Kulikov olub, 98-ci ildə Sergey Stepashin olub, 1999-cu ildə Vladimir Rushayl olub, 2001-ci ildə Boris Grizlov olub, 2004-cü ildə Rəşad Nurqaliyev olub. Ona görə bizim WhatsApp hesabımızı, baxın, bizim WhatsApp hesabımızı da biz başqa adamın telefonu ilə həmin nömrənin deməli 2700 nömrəsindən WhatsApp hesabımızı nüfuz edə bilməyiblər. Çünki WhatsApp bilirsiniz şirkəti Amerikanın şirkətidir. Rusiya hacker qruplaşmaları Amerikanın WhatsApp şirkətinə müdaxilə edə bilmir. Bilirsiniz ki, Rusiyanın VKontaktesi var, Odnoklassniki var.
Telegram adresi var. Oraya nüfuz edə bilirlər. Oraya təsir edə bilirlər və bilirsiniz ki, Telegram artıq ödənişli ediblər. Rusiyanın Fransadakı bir Telegram şirkətinin sahibi cinayət məsuliyyətinə cəlb olunur. Deməli, Pavel Durov deməli cinayət məsuliyyətinə cəlb olunub. Ona görə də biz hər bir informasiyanı çalışırıq ki, Rusiyadan yox, Türkiyədən alaq. Və bilirsiniz ki, hətta bizim dövlət neft şirkətindən bağlı Rusiyanın Lukoil şirkətinin cəssusu Anjelina adlı şəxsi də xlorid turşusu qatdığını və Adnan Əhmədzadənin həbsinə səbəb olan bir 4 tankerin sanksiya siyahısına salınmasında və Rus qazının, Rus neftinin, Gazprom və Lukoil şirkətinin olduğunu açıqladıq. Baxın, bugün Əli Oğuz bizim aldığımız informasiyanı tərif olunmuş şəkildə verir. Qeyri-obyektiv şəkildə verir. Məsələn, cənab prezidentimizin bilirsiniz ki, məzuniyyətlik dönəni olur. Ailə üzvləri ilə, xaricdə yaşayan zəngin insanlarla görüşlər keçirir, qeyri-rəsmi görüşlər keçirir. Bu mətbuata bəzən qapalı olur. Və prezidentimizin şəxsi təyyarəsinin bilirsiniz ki, informasiyaları da Türkiyənin Milli İstihbarat Təşkilatı tərəfindən dəqiqləşdirilmiş şəkildə bəzi hallarda bizə ötürülür. Yəni, Türkiyə Cumhuriyyətinin Bodrum şəhərində bilirsiniz ki, cənab prezident bəzən təhlükəsizlik səbəbindən Milli İstihbarat Təşkilatı ilə, Dövlət Təhlükəsizlik Xidməti ilə şərikli olaraq əməkdaşlıq edirlər. Yəni, Əli Nağıyev cənabları ilə və İbrahim Kalın cənabları arasında bilirsiniz ki, 24 noyabr 2025-ci ildə Xankəndi şəhərində Türk Dövlətlər Təşkilatının zirvə görüşü oldu. Biz bunu arzuluyorduk və bu zirvə görüşündən sonra bilirdik ki, Turana xidmət etməyən, Turançılıq ideologiyasının banisi və əsaslarını qurmuş Prezident Əbfəz Elçi bəyin 1992-ci il oktyabrın 30-da zirvə görüşü olub. Və mən sizə tam məsuliyyətlə deyirəm ki, hətta bu baxın, Xalq Parlamentinin qrupundan bizi Turyal Qarayev hesabından çıxarıblar. Bu da ilkin məlumata görə, yenə də deyirəm, bizim rəsmi saytımız Azad Kiv səhifəsindən belə deyək də, Azad Kivdə müəllif hüquqları qorunur və o səhifə bilirsiniz ki, ikinci belə deyək də, o adı altında, eyni adı altında səhifə fəaliyyət göstərir və biz o səhifənin brendə çevirmişik. Bu səhifə Mətbuat Şurası, Media İnkişaf Agentliyi, Audiovizual Şuranın nizamnaməsinə uyğun fəaliyyət göstərir və bütün arxiv bir kaset kimi, arxiv kimi saxlanılır, qızıl fond kimi fəaliyyət göstərir və biz o videolar vasitəsilə bizim arxivimizdir və biz o arxivi saxlayırıq. Rusiyanın belə deyək, kəşfiyyat orqanları, haker qruplaşmaları, İranın haker qruplaşmaları o səhifəni birinci dəfə, yəni 2018-ci ildə biz Qalib Sultanlar qəzetinin xüsusi müxbiri olduğumuz dövrdə o səhifəni yaratmışdıq və orada 1875-ci il Azərbaycan mətbuatının banisi Həsən bəy Zərdabinin Əkinçi qəzetinin yaradılması ilə Azərbaycanda Azad Kivin yaranmasını, əsasının yaradılmasına bağlı informasiyanı başlıqda yazmış. Yəni profildə Əkinçi qəzetinin şəkli var. Yuxarıda isə televiziya pultu şəkli var. Yəni biz şəffaf, ölkədə şəffaf, müstəqil bir ölkədə yaşayırıq və biz müstəqil ölkəmizlə fəxr edirik, vətənimizlə, dövlətimizlə fəxr edirik. Ona görə bizim səhifəmizə hər hansı bir kənar müdaxilə edən insanları ifşa edəcək, biabır eləyəcək, kimlər olmasına asılı olmayaraq. Xarici kəşfiyyata işləyən casusları biabır eləyəcək və bizim profillərimizi artıq ələ keçirmə imkanlarını zəiflədirir və biz Mustafa Kemal Atatürk kimi, Məhəmməd Əmin Rəsulzadə kimi, Həfəz Elçi bəy kimi, Heydər Əliyev kimi güclü, qüdrətli, demokratik dəyərləri önə çıxaran, hüququn aliliyi, konstitusiyanın aliliyi prinsiplərini və xarici kəşfiyyatla mübarizə aparan Heydər Əliyevin yolu ilə gedən bir təşkilatıq. Heydər Əliyev bilirsiniz ki, uzun illər
Rusiyanın kəşfiyyat orqanlarına sızaraq Rusiyanın işğalçılıq siyasətinə qarşı müqavimət yaratmışdır, dissidentlik fəaliyyət göstərmişdir. Rusiyanın əks kəşfiyyatına qarşı Türkiyənin Milli İstihbarat Təşkilatı ilə məxfi şəkildə əməkdaşlıq eləmişdir. Bilirsiniz ki, Naxçıvan Muxtar Respublikası Ali Məclis sədri seçilməsində Türkiyənin Milli İstihbarat Təşkilatının birbaşa dəstəyi olub və Heydər Əliyev uzun illər bu dövlət sirrini, bu məxfi sirri uzun illər saxlasa da prezident seçiləndən sonra bu açıqlamanı vermişdi ki, biz gizli bir difai yolu ilə gedirik. Alt dövlət qurmaq üçün 1969-82-ci ildə Rusiyanın kəşfiyyat orqanlarına sızaraq, generallıq mərtəbəsinə yüksələrək Əmir Teymur kimi, Çingiz xan kimi Rusiyanın Qızıl Orda imperiyasının dağılmasına intiqamını alacaq, Rusiyanın Qacar hakimiyyətinin yıxılmasında Osmanlı imperiyasına qarşı apardıqları Sarıqamış, Balkan müharibəsində və Krım müharibəsində aldığı qələbənin intiqamını alacaq və Heydər Əliyev də bu intiqamı 95-ci il, 94-cü il hərbi qiyamların qarşısını alaraq nail olmuşdur. Bilirsiniz ki, Sadvalçıların və Ləzgistanın, belə deyək də, Talışman Respublikasını yaradanları qarşı ciddi istintaq işləri aparılmışdır və kəşfiyyatçı kimi, ölkənin 3-cü prezidenti kimi bu qiyamın, vətəndaş müharibəsini gətirən hadisələrin qarşısını almışdır. Elçibəyə xəyanət edən Rəhim Qaziyevlərin, Sürət Hüseynovların, Əlikan Hümbətovların, Röşən Cavadovların cəzasını vermişdir. Ona görə də mən hesab edirəm ki, Milli Fəda Hərəkatı heç kimə bənzəməyən, heç bir siyasi partiyaya bağlı olmayan, dövlətinə, millətinə bağlı olan bir təşkilatdır. Və bizim səhifəmizi heç kim, hacker qruplaşmaları silə bilməyəcək və biz sonuna qədər fəaliyyətimizi davam edəcək. Və bizim səhifəmizi, profillərimizi şikayət edən şərəfsizlər, ləyaqətsizlər bilsinlər ki, biz onları ifşa etməkdə davam edəcəyik. Və bizi qorxaqlıqda, bizi suçlayanlar getsinlər, baxsınlar, görsünlər ki, ən çox məhkəmə iclaslarına, təqsirləndirilen şəxslərin məhkəmə iclaslarına gedərək, canlı yayım açaraq, orada Ağır Cinayətlər Məhkəməsində, Xətai Məhkəməsində məhkəmə iclaslarının nə baş verir, prosesdə təqsirləndirilən şəxslərin ifadələrində nələr səsləndirilir, nə ifadələr səsləndirilir, hamısına qədər bu informasiyaları biz səhifəmizdə paylaşırıq, Azad Keç səhifəsində paylaşırıq. Biz niyə qorxmalıyıq axı? Biz müstəmləkə dövlətində yaşamırıq axı. Biz artıq müstəqilliyini uzun illər qoruyub saxlamayı bacaran bir ölkəyik, dövlətik. Niyə qorxmalıyıq ki? Sovet dövrünün çürümüş stereotiplərdən, 37-ci stereotiplərdən insanları xilas eləmək lazımdır. Xalq parlamenti insanlarda o qorxu stereotipini aşılayır. Fikir verin, Namizəd Səfərovun həbsi ilə bağlı elə açıqlama verir ki, sanki insanlar qorxmalıdırlar. Namizəd Səfərov dələduzluq maddəsi ilə həbs olunubsa, o zaman siz Konstitusiya Məhkəməsinə müraciət edin. Xətai Məhkəməsi qərar çıxarmayıb. Siz Konstitusiya Məhkəməsinə müraciət edin, məhkəmənin qərarını ləğv elətdirin. Və yaxud da Əli Kərimlinin Səba rayon məhkəməsində barəsində 2 aylıq 15 günlük həbs qəti imtahan da seçilir. Bunun Dövlət Təhlükəsizlik Xidmətinə nə dəxli var? Dövlət Təhlükəsizlik Xidməti dindirib və bunun sənədlərini, onunla bağlı ifadələri Səba rayon məhkəməsinə göndərir və Səba rayon məhkəməsinin qərarının Dövlət Təhlükəsizlik Xidmətinə heç faydalı yoxdur. Daxili İşlər Nazirliyinə heç faydalı yoxdur. Və məhkəmə hakimiyyətinə müstəqilliyi də onu göstərir. Və ona görə də dostlar, mən Sərvan Kərimovun, o Xalq Parlamentinin deputatı açıqlama verdi ki, bizim ofisimizdə axtarış aparıblar, telefonlarımızı əlimizdən alıblar və mən sizə bir söz deyim, Sərvan Kərimov kimdir? Azərbaycan Xalq Hərəkatının üzvü olmuş, Azərbaycan Xalq Parlamentinin, daha doğrusu prezidentliyə namizəd olub o və sonra bu adam tərxəcəsinə gedib miting eləyib və bunun prezidentliyə namizədliyi qeydə alınmayıb. Siz təsəvvür eləyin ki, bu
Anarxist düşüncədə olan bir insandır. Biz bu adam tərxəcəsinə meymunluq eləyir. Yazılarına, mən statuslarına baxıram. Meymunluqla məşğuldur. Bizi götürdü profillərimizdə blokatdır. Biz yazdıq ki, Yeni Azərbaycan Partiyası haqqında xoşagəlməyən ifadələr səsləndirmə. Çünki sənin Yeni Azərbaycan Partiyası haqqında nəyisə fikir söyləyirsənsə, deməli ölkənin prezidentini hədəf alırsan. Ölkənin parlamentinin üzvlərini hədəf alırsan. Ölkənin nazirlərini hədəf alırsan. Ölkənin icra hakimlərini hədəf alırsan. Nədir məqsədin? Sözün var, get icra hakimiyyətinə qəbuluna yazıl. İcra hakimiyyətinin səyyar görüşlərində iştirak elə, üzünə dinə. Niyə dalınca danışırsan? Ümumiyyətlə, dalınca danışmaq kişilikdirmi? Və hesab edirəm ki, kişiliklər çatırsa, Rusiyanın müdafiə naziri haqqında, Rusiyanın daxili naziri haqqında, Rusiyanın prezidenti haqqında burada canlı yayılması ağızlarına gələn desinlər, görüm deyə bilirlər. Azərbaycanda yaşayır Sərvan Kərim, çıxıb desin də, niyə Rusiyanın əleyhinə danışa bilmir? Britaniyada oturan bir Qurban Məmmədov var, o danışa bilmir. Abid Qafarov Almaniyada yaşayır, bunu danışa bilmir. Xatirə İsmailova düz Rusiyanın özündədir. Onu qorxur ki, onu miqrasiya xidməti, Rusiyanın miqrasiya xidməti onu dərhal deportasiya eləyər, Azərbaycana ekstradisiya eləyər. Və onun da barəsində cinayət iş açarlar. Ki, sən qondarma xalq parlamenti yaratmışsan, heç bir halda qeydiyyatdan keçməyib, rəsmi olaraq qeyri-hökumət təşkilatının dəstək agentliyinin rəsmi qeydiyyatında deyil. Yəni, bu faktın özü, hətta onların iddia olun ki, Rusiyadan qrant alırlar. Və ona görə də bilirsiniz, belə şeyləri mən görəndə əsəbləşirəm. Bunlar azadlıqdan, demokratiyadan danışırlar, amma bizi səhifələrimizdən çıxarırlar, bizim paylaşımlarımızdan çıxarırlar, nə bilim qruplarımızdan çıxarırlar. Bunlar nə etmək istəyirlər, nəyə nail olmaq istəyirlər, nədən qorxurlar. Biz nə nazirlikdə işləyirik, nə icra hakimiyyətində işləyirik, bizim hökumətlə nə əlaqəmiz var? Bəli, bizim hökumətimizlə yaxşı münasibətlərimiz var deyə biz gedib hökumətdə işləməli deyilik ki, biz sıravi vətəndaşıq. Biz qanunlara əməl edən, heç bir cinayət tərkibli əməllərimiz olmayan və cinayət hadisələri ilə ən azı bir cinayət məcəlləsini bilirik, konstitusiyanı bilirik, dünya tarixini bilirik. Yəni bizim gördüyümüz odur ki, bir qism özlərini Mustafa Kemal Atatürkün əsgəri hesab edir, bir qism isə Rəsulzadənin əsgəri hesab edir. Yəni milli müqamətçilərlə, xaricdə yaşayan blogerlər özlərinin fraksiyalarını yaradıblar və özlərinin bir-birlərindən intriqaya giriblər. Nəysə, mən dostlar, çox vaxtınızı almaq istəmirəm və hesab edirəm ki, bizim istintaqdan və yaxud da hüquq mühafizə orqanlarından narazılığımız yoxdur. Bizim hər hansı bir partiyamız da yoxdur ki, biz gedib hər hansı bir qanun qarşısında biz məsuliyyət daşıyaq. Biz dövlətimiz qarşısında, vətənimiz qarşısında hər bir ifadəmizə görə məsuliyyət daşıyırıq, əlbəttə ki. Diqqətinizə görə çox sağ olun. Mən hər birinizə təşəkkür edirəm. Və danışmaqdan qorxmayın, azad sözdən qorxmayın. Hər bir şey etik çərçivədə, qanun çərçivəsində fəaliyyət göstərirsinizsə, fəaliyyətinizi varsa, niyə qorxmalısınız? O insan qorxar ki, bilirsiniz, məşhur bir filosof var. Səhv etmirəmsə Descartes deyib ki, azadlıq bir məsuliyyətdir. Və bilirsiniz ki, məşhur bir söz var, deyir ki, Nietzsche, məşhur Alman filosofu deyir ki, səbəblərə yalnız acizlər sığına bilərlər. Ona görə biz dünya fəlsəfəsini, belə deyək, dünya sivilizasiyasını bilirik və biz nədəsə çəkinmək, nədəsə qorxmaq niyyətimiz yoxdur. Bizim heç kimdən çəkinəcəyimiz yoxdur. Hər bir insan üzünə deyə bilməyə bacaran insanları və heç nədən qorxmuruq, çəkinmirik. Burada hər bir şey şəffaf şəkildə açıqlama verdik. Hüquq mühafizə orqanları da izləyirlər. Yəqin ki, 10 milyon vətəndaş da izləyir. Ona görə bizim gizlədəcəyimiz, çəkinəcəyimiz bir şey yoxdur. Xalq parlamenti özünü biabır elədi və bir-birlərinin, baxın, 2 sayt yaradıblar. ASXP.info saytı yaradıblar. O biri isə
ASXP.org saytı var. Deməli, ASXP.info saytında bir kitabxana bölümü var. Baxın, biz səhifəmizdə paylaşımlarımızda heç bir halda Azərbaycan Xalq Parlamenti haqqında xoşa gəlməyən bir rəy yaratmamışıq, fikir yaratmamışıq. Canlı yayında öz fikrimizi deyirik və insanlara şifahi şəkildə açıqlayırıq ki, nədir vəziyyət. Qoy insanlar bilsinlər və insanlar şuurlu şəkildə, idraki çatan səviyyədə məsələlərə münasibət bildirsinlər. Bilirsiniz, bu KGB-də işləyən, Axrana qrupunda işləyən və yaxud da FSB-də işləyən insanlar, məsələn, Aleksandr Barodnikov var, nə bilim, deyək ki, Vladimir Putin var. Bunlar qorxurlar. Bunlar bəzən açıqlamalarını qorxurlar. Görürsünüz, onlar xüsusi proqramla, onlara xüsusi proqram verirlər, o proqramla danışırlar. Məsələn, Mason lojası var. Vladimir Putin Mason lojasının üzvüdür və bu adam o proqram əsasında danışır, ondan kənara çıxa bilmir. Rusiya dövlətinin protokolundan kənara çıxa bilmir və çox qəribədir ki, Vladimir Putin haqqında çox negativ bir rəy özü formalaşdırıb, özünü Führer hesab edir, özünü Hitler hesab edir, özünü Stalin hesab edir, özünü Lenin hesab edir, özünü Piotr hesab edir. Amma bu adam SSR-ni dağıtmış bir mafyoz və bir qumarxana ilə məşğul olan bir adamdır. Baxın, bizim böyük bir iş adamımız vardı, məşhur müğənnimiz vardı, dünya şöhrətli Emin Ağalarımız vardı. Keçmiş prezidentimizin, cənab prezidentimizin keçmiş kürəkəni idi. Çox uğurlu bir Amerika Birləşmiş Ştatları prezidenti Donald Trump'ın Las Vegas'ta bir məşhur bir dünya tanınan bir legal bir qumarxana bir deyək ki, Nardaranda tikmişdi. Seabreeze kazinosu. Bu demokratik ölkələrdə, ümumiyyətlə kapitalist ölkələrdə normal sayılır. Və mən bunu çox uğurlu bir biznes hesab edirəm. Çünki orada məşhur iş adamları, zəngin insanlar, sahibkarlarımız özləri azad bir oyundur. İnsanlar özlərini ateistlər daha çox mən də hesab edərdim. Dindarlar çünki günah hesab edirlər. Qumar oynamaq bir günah sayılır. Amma ateistlər var ki, zəngin insanlar var, oliqarxlar var ki, onlar Nardaranda gedirlər, oynayırlar. Bu necə olur ki, Amerikada, Las Vegas'da bu legaldır və Amerika vətəndaşı bundan zövq alır. Məsələn, Nevada ştatında kazinolar var. Cənubi Kipr Respublikasında, Yunan Respublikasında kazinolar var. Rusiyanın Sankt Peterburg şəhərində kazinolar var və bir şey də deyim ki, deməli, bilirsiniz ki, Araz Ağalarov, onun atası, deməli, Krokhaus, deməli, məşhur bir ticarət mərkəzinin şirkətinin rəhbəri idi və onun da bilirsiniz, orada məşhur bir terror oldu. Rusiya terror törətdi və faktiki olaraq Azərbaycanın iş adamları və deyək ki, Şahin Şıxlinski haqqında və digərlər haqqında xoşa gəlməyən bir belə deyək də bir hadisə yaşandı. Onlara qarşı çox vəhşilik törədildi və Azərbaycan dövlət mətbuatında da Rusiyaya qarşı bir nifrət yarandı. Və bugün də mən hesab edirəm ki, vicdanlı bir insan dövlətin təyyarəsini vuran bir ölkəni sevməz. Və fikir verdinizsə, 2-ci Dünya müharibəsinin il dönümü münasibəti ilə Çində Rusiya prezidenti yaltaqlanaraq gəldi, Azərbaycan prezidentinə əl verdi. Və bu, bilirsiniz necə, Rusiyanın prezidentinin, Vladimir Putinin nə qədər alçaq, nə qədər şərəfsiz olduğunu bir daha göstərir. Yəni, mənim ölkəmin prezidentinə qarşı sui-qəsd etməyə cəhd edirsən, şərəfsizcəsinə cəhd edirsən və təyyarəni vətəndaşların cinayətinə səbəb olan başqa bir ölkənin ərazisinə ali başkomandan olaraq, Rusiyanın ali başkomandanı Vladimir Putin olaraq sən gəlib Ukrayna ərazisini, Gürcüstan ərazisini, Abxaziya, Cənubi Osetiya ərazisini işğal edirsən, 30 il Dağlıq Qarabağ ərazisində etnik bir
qondarma Dağlıq Qarabağ Respublikasını yaradırsan, utanmaz gəlib mənim prezidentimlə əl sıxırsan. Azərbaycan mətbuatı cəsarətlə çıxıb açıqlama verməlidir ki, nəyə görə sən salam verirsən? Sən kimsə salam verirsən? Sən mənim prezidentimə nə vaxt hörmət etmirsən? Niyə Rus məktəblərini bağlamasından bağlı bir xahiş eləmirsən? Bağla da, gəl tapşırıq ver ki, mən artıq burada Azərbaycan müstəqil dövlətdir, mən Azərbaycanda istəmir Rus məktəblər olsun. Niyə sən 8 milyon Rus məktəbinin olmasını istəyirsən? Hörmət demək olarsa Vladimir Putinə. Gəlib Azərbaycanda sən casusları yetişdirmək üçün qalxıb mənim ölkəmin daxili işinə qarışırsan. Mən Belavez sazişi ilə SSR tərkibindən çıxmış ölkəyəm. Sən qalxıb SSR-i bərpa etmə iddiası ilə və yaxud da Çar Rusiyasını bərpa etməsi adı ilə gəlib mənim ölkəmi sanki işğal eləmək istəyirsən. Və bu akademiyaları, Bəstəkarlar İttifaqı, Yazıçılar İttifaqı, digər ittifaqlarını hələ də saxlayırsan. Niyə saxlayırsan? Rusiya Mədəniyyət Mərkəzini, Lomonosov adına universitetini və yaxud da Seçinov adına universitetini niyə gəlib burada tikilirsən? Bəli, Vladimir Putin özü gəlib açılışlarda iştirak eləyib. Bu danılmaz bir faktdır. Gəlib burada Rus məktəbləri yaradırlar. Baxın, Azərbaycanda Rusiyanın ORT kanalı var, Rusiyanın RTR kanalı var. Kabel televiziyalarda hələ də onlar fəaliyyət göstərirlər. Niyə? Rusiya səfirliyi edir bunu. Rusiya səfirliyinin göstərişini yerinə yetirirlər. Amma Azərbaycan Dövlət Televiziyası və İctimai Televiziya, Real Televiziyası heç bir halda Rus dilində efir yayımlamır. Mən buradan Mirşahin Ağayevə təşəkkür edirəm. Mən buradan Rövşən Məmmədov cənablarına təşəkkür edirəm. İctimai Televiziyanın rəhbərliyinə təşəkkür edirəm ki, Azərbaycan dilinə əməl edir. Amma baxın, Əqrəb Mövsüm serialının rejissoru Audiovizual Şurasının xəbərdarlığına baxmayaraq Rus dilində Rus kəlmələrindən istifadə edirlər. Nəyə görə olmalıdır? Azərbaycan Xalq Parlamenti niyə bu məsələni müzakirə eləmir? Niyə Rus dilinin qadağan edilməsindən bağlı rəsmi olaraq orada məsələn Azərbaycan səfirliyi var? Müraciət eləsin. Azərbaycan səfiri ilə görüşsün, Azərbaycan diasporası ilə görüşsün. Tələb eləsin ki, biz Rus dilini qadağan etməsini tələb edirik. Niyə eləmir? Biz vətənimizi, dövlətimizi, bayrağımızı, himnimizi, konstitusiyamızı qorumaq istəyiriksə, bunu deməliyik. Qorxmamalıyıq. Biz niyə qorxmalıyıq axı? Biz qalib bir ölkə, biz Rus ordusuna 44 günlük müharibədə, antiterror əməliyyatında qalib gəlmişik. Bugün hərbi məhkəmədə Rusiyaya tulalıq eləyən Araiklər və deyək ki, həmin o Sarkisyanlar, Koçaryanların yaratmış olduğu qondarma separatçı Arsağın terrorçuları var. İndi bu Səmra gedib Qazaxıstanda Ermənistan müğənnisinə 12 bal səs verib. Bizdə bir Rusun tulaları var, itləri var, köpəkləri var. Gəlib burada Səmranı təhqir edir. Bədbəxt olub bədbəxt. Səmra qədər Azərbaycanı Eurovisionda təmsil eləmisənmi? Azərbaycanı Avroviziyada yüksək səviyyədə Azərbaycanı təmsil etmisənmi? Biləcərdən o tərəfə getməyən tulalar gəlib indi başlayıblar faşizmi təbliğ eləməyə. Ay qədələr, bu erməni dövlətini kim qurub? Türkmənçay müqaviləsini, Gülüstan müqaviləsini, o Dağlıq Qarabağa erməniləri kim götürüb? Gedin tarixi oxuyun da, bədbəxtlər. 1813-cü il Gülüstan müqaviləsi ilə 1828-ci il Türkmənçay müqaviləsi ilə Azərbaycan arasına köçürən Rusiya deyil. Niyə Rusiyanın əleyhinə söz demirsiniz? Hanı sizin Azərbaycan türk qanı? Turançılıqdan danışır o Nigar o Geday. Durub Səmradan danışır, durub Sorosdan danışır. Ay bədbəxt qızı bədbəxt. Soros fondu Rusiya dövlətini qurub, bədbəxtin bir bədbəxt.
Soros fondu özü açıqlama verib ki, Vladimir Putin cinayətkardır, qatildir. Buça qatilidir. Bədbəxin bir bədbəxt. Baxın görün Soros kimlə əməkdaşlıq edir? Rothschild ailəsi ilə əməkdaşlıq edir. Açıq Cəmiyyət İnstitutuna əməkdaşlıq edir. Heydər Əliyev fonduna əməkdaşlıq edir. Soros fondunun məqsədi Azərbaycanın Avropaya inteqrasiya etmək, demokratik cəmiyyət qurmaq, açıq cəmiyyət qurmaq. Ukraynada demokratik cəmiyyət qurub, Ermənistanda demokratik cəmiyyət qurub. Soros'un gördüyü işlər şəffafdır. Ölkələrin müstəqilliyini qorumaq, ərazi bütövlüyünün toxunulmazlığını qorumaq, azad, ədalətli məhkəmə sistemini yaratmaq, insan haqları qorumaqdır Soros fondunun məqsədi. Sizin başınız qaçıb, başınız xərab olur. Siz qalxıb azad sözdən danışırsınız. Azad sözü müdafiə edən Sorosçuları başlayırsınız təhqir eləmək. Siz kimə qulluq edirsiniz? Sizi Ermənistandan deportasiya eləyən kim olub? Avropa olub, yoxsa Rusiya olub? Bədbəxtlər. Bir baxın da tarixə. 1988-ci il hadisələrini, 47-53-cü il hadisələrində kim idi rəhbər? Kim idi dövlət? Söz sahibi kim olub? Sovet hökuməti kim idarə edib? Bolşeviklər olmayıb, kommunistlər olmayıb. Niyə 28 aprellə bağlı Xalq Parlamentinin rəsmi açıqlaması olmayıb? Bu nə təfəkkürdür, bu nə düşüncədir? Bu nə bolşevik düşüncəsidir? Məndən deyilsən, mənim düşmənimsən. 37-ci ildə insanları ittiham edirdilər ki, siz Azərbaycan Xalq Cümhuriyyətinin adamlarısınız. Siz əks-inqilabçısınız, pantürküsünüz. İndi bizi ittiham edirlər ki, siz Azərbaycan hökumətinə xidmət edirsiniz. Yaxşı edirəm, əcəb edirəm Azərbaycan hökumətinə. Üç rəngli bayrağına xidmət edirəm. Əcəb edirəm. Buna görə Azərbaycan Xalq Parlamenti məni xalq düşməni elan etməlidir. Bu nə düşüncədir? Bu nə təfəkkürdür? Və bizi qrupdan kənarlaşdırır, bizi AB mediadan kənarlaşdırır, bizi nə bilim Facebook qrupunda, Tural Qarayev hesabında da bizi çıxarıblar. Bu nə düşüncədir? Bu nə bolşevik düşüncəsidir? Biz Azad Kirdə sizin toplantınızı paylaşmışıq da, niyə buna görə çıxarırsınız? Hə, biz sizə oxşamırıq, biz sizin sözünüzlə danışmırıq, sizin jargonunuzla danışmırıq. Çünki biz etik qaydalarla, etik normalarla danışırıq. Ona görə bunlar bizi informasiya blokadasına salıblar. Ümumiyyətlə bizdən müsahibə almırlar. Baxın, biz təqsirlənən şəxslərin məhkəmə iclaslarına gedirik. Jurnalistlər heç bizdən müsahibə almırlar. Bizi bağlayırlar ki, siz Milli Fəda Hərəkatının sədri Fuad Muradovun yanındasınız. Fuad Muradov biz müdafiə eləməmişik. Fuad Muradovun hansı məhkəməsində biz iştirak elədik? Fuad Muradov haqqında qərarı obyektiv hesab edirik. Fuad Muradov, bəli, Avrasiya Hərəkatının Duginin təşkilatına xidmət edən Nəzakət Məmmədova adlı bir Rusiyanın cəsusluq eləyən bir adam, Putinə tulalıq eləyən adam, indi türmədədir. Dövlət Təhlükəsizlik Xidmətinin təcridxanasında yatıb, ömrü yatacaq orada. Və həyasızlar, siz nə hesab edirsiniz bizi? Biz Fuad Muradovu müdafiə eləmədik. Fuad Muradov haqqında 6 il, 6 ay həbs qəti imtahan tədbirini ədalətli hesab elədik. Yəni bu qədər bizə qarşı ədalətsiz bir münasibət olarmı? Nəysə dostlar, mən çox vaxtınızı almaq istəmirəm. Hesab edirəm ki, bu qədər yetərli bir açıqlama verməyə kifayətdir. Və bugün bazar günüdür, həftə sonudur. Və hesab edirəm ki, bizim vətənimizdir, bizim dövlətimizdir. Biz bayrağımızı görəndə qürur hissi duyuruq. Türk dövlətlərin bayrağını görəndə qürur hissi duyuruq. Demokratik ölkələrin, Avropa İttifaqının, NATO'nun üzv ölkələrinin səfirlərini görəndə, o ölkələrin turistlərini görəndə elə qürurla sevinirik ki, biz əlbəttə ki, demokratik dəyərləri, demokratik
düşüncəni müdafiə edirik. Yəni, bəzi insanlar bundan qıcıqlanırlar. Bir tərəfdən prezidentimizi müdafiə edirik, o biri tərəfdən prezidentimizi tənqid edən insanların məhkəmə iclaslarında təqsirlənilən şəxs qismində iştirak edən insanları məhkəmələrində iştirak edirik. Çünki biz demokratik düşüncədə, demokratik şuurda olan insanlarıq. Biz heç bir partiyaya, firqəyə bağlı deyilik. Baxın, biz Əli Kərimli haqqında heç bir müsbət açıqlama vermədik. Çünki onun siyasi keçmişi qaranlıqdır. Sual olunur, Əli Kərimli nəyə görə 14 sentyabrda Qafqaz İslam Ordusunun Azərbaycan Xalq Cümhuriyyətinin paytaxtının Bakının Rus bolşeviklərdən, erməni daşnaqlardan 31 mart soyqırımı törədildiyi şəhərin xilası günündə 15 sentyabrını bilə-bilə niyə 14 sentyabrda ziyarət elədi? Siz fikir verdinizmi? Cəmil Həsənli də 14 sentyabrda gəldi Türk şəhidliyin yanına. Məyər bilmirdi ki, 15 sentyabr günüdür? Bilirdilər. Bunlar sadəcə qəsdən insanlarda çaşqınlıq yaratmaq istədilər. Ona görə də bizim profil hesablarımızı nə qədər istəyirlər bağlasınlar, nə qədər istəyirlər təxribat törətsinlər. Biz yorulmadan, arlanmadan biz yolumuzdan dönməyəcək. Dövlətimizi, vətənimizi, sevgimizi heç kim bizim əlimizdən ala bilməz. Qanunun ali prinsiplərini, demokratik dəyərlərin tam möhkəm təməllər üzərində qorunmasına çalışacaq. Və lazım olsa biz Məşğulluq Agentliyinə də təkrar müraciət edəcəyik. Yer gəlmişkən bizim Məşğulluq Agentliyində bizim 3 vakansiya üzrə şöbəyə müraciət eləmişik. Hələ ki cavab gəlməyib. Yaxın günlərdə yenə müraciət edəcəyik. Heç bir narahatçılığa əsas yoxdur. Biz heç bir yerdən gizlənmirik. İnsanlar cinayət törətdikləri üçün dələduzluq, qaçaqmalçılıq və yaxud da vergidən yayınma, valyuta qaçaqmalçılığı törədən insanlar Rusiyaya bağlı olduqları üçün, Rusiyanın kriminal dəstələrinə, kriminal qruplaşmalara bağlı olduqları üçün gizlənirlər qanundan. Hüquq-mühafizə orqanlarından, xüsusi xidmət orqanlarından, yerli xüsusi xidmət orqanlarından gizlənirlər. Dövlətin keşikçilərindən gizlənirlər. Bizim gizlənəcəyimiz nə var ki? Biz heç bir paqonu daşıyan heç kəsdən qorxmuruq. Hörmətlə yanaşırıq. Çünki o bayrağımızı, gerbimizi, himnimizi qoruyurlar. Bizim asayişimizi qoruyurlar, hüquqlarımızı qoruyurlar. Və Dövlət Təhlükəsizlik Xidmətinin əməkdaşlarına təşəkkür edirəm. Çünki bizim canlı yayımımızı sərbəst şəkildə, azad şəkildə ifadə etdiyimizə görə və bizi bilirlər ki, əqidəmizə görə biz prezidentimizi və komandasını dəstəkləyirik və şəffaf şəkildə məsələlərə baxırıq, məsələlərə obyektiv yanaşırıq. Ona görə də mən hesab edirəm ki, ruhdan düşməyə dəyməz. Qoy bizi qruplardan kənarlaşdırsın, bizi hesablarımızdan çıxarsınlar. Biz yenə Facebook hesabları açacaq, yenə bizim yaddaşımızda, bizim genetik yaddaşımız, hafizəmiz, bizim əcdadlarımızın qurduğu dövlətlərin Oğuz xandan başlayaraq ta Mustafa Kemal Atatürkə qədər, Rauf Denktaşa qədər qurulan dövlətlərin hər birinin adlarına qədər bilirik. Şifahi xalq ədəbiyyatına qədər, fəlsəfəyə qədər, dünya tarixinə qədər bizim genetik beynimizdə informasiya bazası var. Və ona görə də bizim beynimizi ələ keçirə bilməzlər. Və bizim beynimizi yuya bilməzlər. Bizi manqurt edə bilməzlər. Çünki biz o informasiyalardan, o zərərli informasiyalardan, üfunət, kanalizasiya iyi gələn informasiyalardan uzaqıq. Biz Rus mətbuatını izləmirik. Baxın, Rus mətbuatından bir informasiya yaymırıq. Məsələn, idmanla bağlı informasiyalar istisna olmaqla. Çünki o informasiyalar bəzi hallarda obyektiv olur və tərəfli olmur. Amma siyasi baxımından informasiyaları qəti şəkildə Rusiyadan almırıq. Ona görə də bizim barəmizdə heç bir
cinayət xarakterli bir xəbər, informasiya yayılmayıb. Yəni biz dəfə 15 günlük inzibati həbs verilmişdi aprel ayının 17-sində. Müxalifət lideri Fuad Qəhrəmanlının sədr müavini bizim ailəsi məhkəmə vermişdi bizi. Feminizmə qarşı çıxdığımıza görə, maskulinizmi müdafiə etdiyimizə görə bizi inzibati həbsə məhkum etmişdilər. Məhkəmə bizə bəraət verdi. Dövlət bayrağımızın qorunmasına görə Narmobay şirkətində çalışan bir əməkdaş bizi məhkəmə vermişdi. Məhkəmə hətta bizim dövlət bayrağımızı Narmobay şirkətinin önündə Azərbaycan bayrağını müdafiə etdiyimizə görə şəxsən bizim Nəsimi rayon polis idarəsinin əməkdaşları bizi vəkillə təmin elədi. Vəkillər kollegiyasına tapşırdı ki, vəkillə təmin edilsin, ödənişsiz əsasla. Və polis əməkdaşları bilirsiniz bizə nə qədər xoş sözlər dedilər. Əcəb eləmirsən, yaxşı eləmirsən, müdafiə eləmirsən, biz arxandayıq. Məhkəmə prosesində şahid qismində gəldilər və biz bəraət aldıq. Çünki konstitusiyamızda 75-ci maddədə dövlət rəmzlərinə hörmət maddəsi var. Və məhkəmə bizim barəmizdə bəraət hökmü verdi və bizim barəmizdə cinayət xarakterli və yaxud da bizim təqsirlənən şəxs qismində cinayət məsuliyyətə cəlb olmamızı ləğv elədi. Və onların iddialarının əsassız olması ilə bağlı qərar çıxardı. Və bunu hələ biz o vaxtı Azərbaycan Türkiyədə Atabəy Türk Ocağının Azərbaycan təbəyi olduğumuz dövrdə baş vermişdi. Birdən-birə mayın 28-də biz Rəsulzadəni ziyarət etdik. Daxili İşlər Nazirliyinin Baş Polis İdarəsinə çağrıldıq və Azad Ki səhifəsinin obyektiv, tərəfsiz bir fəaliyyət göstərdiyini nəzərə alaraq bizim səhifəmizə heç bir müdaxilə eləmədi. Və əksinə bizə dedilər ki, siz fəaliyyətinizi davam etdirin, jurnalistika fəaliyyətiniz uğurla gedir, bu yolda davam edin. Dövlət sizin arxanızdadır, heç bir müdaxilə olmayacaq. Və biz əlimizi sallaya-sallaya gedib gəzirik, istədiyimiz tədbirə gedə bilirik. Niyə qorxmalıyıq ki? Bu dövlət bizimdir. O polis orqanlarında işləyən bizim qardaşlarımızdır, bacılarımızdır. Biz niyə qorxmalıyıq? Onlar bizim ana dilimizdə, Azərbaycan dilində səlis danışırlar. Niyə qorxmalıyıq ki? Və çox qəribə bir düşüncə yaratmışdı. Rəqsanə, nə bilim, digər insanlar. Şüvalanda bilirsiniz ki, polis haqqında qanunu pozan şəxs polis orqanlarından xaric edildi və həmin şəxs cinayət məsuliyyətinə cəlb edildi. Polis bilirsiniz, Daxili İşlər Nazirliyinin İstintaq Komitəsi tərəfindən həmin şəxs polis orqanlarına xaric edildi. Və bilirsiniz ki, Daxili İşlər Naziri, hörmətli Vilayət Eyvazov, bütün Daxili İşlər Naziri əməkdaşlarına tapşırıq verib ki, polis haqqında qanunu əməl eləsin, Azərbaycan Respublikasının konstitusiyasına əməl eləsin. Salam, polis akademiyasında oxuyan hər bir şəxs əlbəttə ki, cinayət məcəlləsini bilməlidir, konstitusiyanı bilməlidir, polis haqqında qanunu bilməlidir. Onu bilməyəni zaten polis orqanlarına işə düzəltmirlər. Çox sərt bir intellektual səviyyədə, yəni dövlət qulluğu kimi, necə ki, nazirlikdə dövlət qulluğu haqqında qanun var. Yəni, peşəkarlar var bugün polis orqanlarında. Çox savadlı, çox intellektual, işi bacarığını mükəmməl görən, bizim Nəsib bəy Yusufbəyli kimi, Fətəli xan Xoyski kimi, İskəndər Həmidov kimi, Ramil Subov kimi bizim müharibə iştirakçıları, bizim Qarakənddə şəhid olan bilirsiniz ki, Şəmsi Əsədullayev var idi. Və yaxud da bizim Fətəli xan Xoyski bilirsiniz ki, 20-ci il 28 aprel işğalından sonra Qatarda öldürülmüşdü. Xocavənd şəhərində bilirsiniz, terror əməliyyatından öncə polis əməkdaşlarımız şəhid olmuşdu. Dövlət Təhlükəsizlik Xidmətinin əməkdaşları 93-cü il 4 iyun qiyamı zamanı Elçibəy hakimiyyətinə xidmət edən Dövlət Təhlükəsizlik Xidmətinin qvardiyası şəhid olmuşdu. Qiyamın yatırılmasının qarşısını aldıqları üçün.
Yəni belə hallar var. Dövlət təhlükəsizlik orqanlarında xeyli sayda 2-ci Qarabağ müharibəsində iştirak edən yarasa qrupu var, yarasa silahlı qüvvələri var. Onlar bilirsiniz ki, Dövlət Təhlükəsizlik Xidmətinin nəzdində silahlı qüvvələrdir. Yəni difai təşkilatının köklərini, tarixi köklərini, missiyasını yerinə yetirən orqandır. Ona görə də mən hesab edirəm ki, azad mətbuatdan, pluralizmdən qorxmayın. Sözünüzü deyin. Sözünüzü deməkdən qorxmayın, çəkinməyin. Və heç kimdən çəkinməyin. Əgər qanuna əməl edirsinizsə, polisdən niyə qorxmalısınız ki? Polis sizə nə edəcək ki? Polis vətəndaşın şikayətini qeydə alacaq və sizi vətəndaş məhkəmə verəcək və polis gəlib sadəcə prosesi sizi vəkillə təmin edəcək və yaxud da sizi hüquqlarınızın bərpası üçün lazımı hüquqi tədbir görəcək. Yəni bizə edilən addımları biz görəndə qürur hissi duyduq ki, belə dövlətimiz, belə şanlı, şərəfli dövlətimiz var. Şərəfli polis əməkdaşlarımız var. Və mən bir daha demək istəyirəm ki, biz o vaxtı Atabəy Türk ocağında olduğumuza görə bizi heç vaxt polis orqanlarına çağırılıb deməyiblər ki, sizin bu təşkilatınız hardan maliyyələşir. Lakin bilirik ki, Hüseyn Ağqaveci bizim baş polis idarəsinə çağrıldıqdan sonra bizə məlumat verdilər ki, artıq siz Atabəy Türk ocağından ixrac edildiniz. Ona görə ki, bizi ittiham elədilər ki, Atabəy Türk ocağı ki, siz Azərbaycan dövlətinə bağlısınız, Azərbaycan dövlətinin maraqlarına xidmət edirsiniz, Türkiyə dövlətinin maraqlarına xidmət etmirsiniz və siz İsrail dövlətinin tərəfini saxlayırsınız və belə bir ittiham irəli sürdülər. Biz bu ittihamlarla üz-üzə qaldıq. Və mən hələ də mənə çatmır ki, nəyə görə belə bir iddialar var. Və birdən-birə bizim səhifələrimiz birər-birər hücumlara məruz qaldı. Sonra bizim bir Turan Birləşik Təşkilatının qrupu var idi. Oradan da bizi çıxartdılar. Nəysə, mən çox qəribə bir, anormal bir, gözlənilməz bir psixoloji bir sarsıntı yaşadım. Və psixoloqlara müraciət elədim və doğrudan da çətin bir vəziyyətdə qaldım. Və mən düşünürəm ki, artıq psixoloji durumum normaldır və bu vəziyyətdə özümü toparlaya bildim. Sonuncu canlı yayımda Heydər Əliyevin, milli liderimizin vəfatının 22-ci il dönümündə çıxış elədim. Hətta orada həmin günü bilirsiniz ki, Ağır Cinayətlər Məhkəməsində Meydan TV-nin işi ilə bağlı məhkəmə var idi və bu məhkəmə ilə bağlı növbəti iclasın sağ olsun Basta İnfo'nun baş redaktoru, Müsavat Partiyasının üzvü Mustafa Hacıbəyli paylaşdı 22 dekabrda saat 14:30-da səhv etmirəmsə məhkəmə olacaq. Biz məhkəmədə iştirak edəcəyik. Narahat olmasınlar, yəni biz məhkəmədə əlbəttə ki, yenə də deyirəm, bizim əqidəmiz, bizim şərəfimiz, ləyaqətimiz qorumağı bacarmışıq və biz heç bir yerə əyilməmişik, nə yaltaqlıq eləmişik, nə qaragürültçülük eləmişik. Biz tam müstəqil olmuşuq. Və ona görə də bizim Instagram hesablarımız var. Bu Instagram hesablarımızda bizim dostluğumuzda olan o insanların Facebook hesabları var. Onları da tapacağıq, onları da dostluq göndərəcəyik. Və bizim hesablarımıza 60 gün, 30 gün məhdudiyyətlər qoyurlar, çalışırlar ki, bizi Rusiya əleyhinə fikirlərimizə görə bizi nədəsə cinayət məsuliyyətinə cəlb eləsinlər, onlayn şəkildə bizim hesablarımızı deaktiv eləsinlər. Bu terrorçuluq əməllərindən əl çək. Və Facebook şirkətinin prezidenti Mark Zuckerberg'ə mən səslənirəm. Xahiş edirəm, sən çox gözəl bir mütərəqqi, demokratik, müəllif hüquqlarını qoruyan bir səhifə, sosial şəbəkə yaratmışsan 2009-cu ildə. Və bu sosial şəbəkədə etik normalar
qaydalarına riayət edən insanların səhifəsidir və burada sosiallaşma, burada insanlarla ünsiyyət qurulması məqsədi ilə yaradılıb və biz sosial şəbəkələrdə, paylaşımlarda çox sayda bəyənmələr görürük. Milli Fəda Hərəkatının 15 minə yaxın abunəçiləri var. Abunəçilərin sayı artır və bizə paylaşımlarında rəy yazan, bizim baxın 1-ci Qarabağ, 2-ci Qarabağ antiterror əməliyyatı bağlı şəhidləri təbliğ edirik. Ukrayna-Rusiya müharibəsində Ukrayna şəhidlərini təbliğ edirik və bu bir arxivdir, qızıl fonddur. Bizim fədai missiyamız davam edir. Ona görə də biz düşünürük ki, biraz ara vermək lazımdır və biz bir müddət ara verəcəyik canlı yayımlarımıza. Amma təbii ki, vacib bir məsələ olanda əlbəttə açıqlama verəcəyik. Eybi yox, canları sağ olsun. Biz Azərbaycan Xalq Parlamentinin Facebook qrupunda canlı yayım edə bilməyəcəyik. WhatsApp qrupuna ümumiyyətlə abunə ola bilmirik, çünki Azərbaycan Xalq Parlamentinin millət vəkili seçilməmişik. Canları sağ olsun. İndi Teymur bəyə yazdıq, Teymur bəyə müraciət elədik. İnşallah yəqin ki, Abo Media bizim qrupa, WhatsApp qrupuna üzvlüyümüz bərpa olunar. İndi çox şükür ki, WhatsApp qrupumuz, hesabımız deməli, təbii ki, başqa telefon vasitəsilə, başqa nömrə ilə biz 2700 nömrəsi ilə mesajlaşa bilirik və çox rahatlıqla qruplara və təlim qruplarına daxil ola bilirik. Ona görə narahat olmasınlar. Bizim nə cinayətkar qruplarına, nə cinayətkar dəstələrlə, nə mafiya qruplarına, nə narkotika ticarəti ilə, marihuana ticarəti ilə məşğul olan insanlarla əlaqəmiz yoxdur. Biz Atatürkün Rəsulzadənin dəstəkləyən sıravi bir, fağır bir, heç bir yerdə işləməyən, işsiz vəziyyətdə olan ailə üzvlərimizin hər birinin bilirsiniz ki, dövlətə, vətənə çox sədaqətlə xidmətləri var və ləyaqətli həyat yaşayıblar, ləyaqətli müəllim karyeraları olublar və mən fəxrlə deyə bilərəm ki, öz qardaşım prezidentimiz tərəfindən dövlət qulluğunda xidmətlərinə görə təltif olunub. İdman televiziyasında Manchester United fan klubunun prezidentidir və ailə üzvlərimiz şərəfli bir karyera qurublar. Mənim də şərəfli bir karyeram var. Mən azından ölkəmizin vitse-prezidenti hörmətli Mehriban xanım Əliyevanın qızının Arzu xanım Əliyevanın təşəbbüsü ilə yaradılan Bakı Media Centerdə böyük neft milyonçumuz və bizim təşkilatımızın maliyyə dəstəyini yaratmış Hacı Zeynəbdin Tağıyevin xatirəsinə həsr olunmuş bədii filmdə böyük ideologumuz Əli Böysənzadə obrazında aktyor kimi, həvəskar aktyor kimi obraz canlandırmışıq. Bir çox seriallarda, hətta bizim Azərbaycan Dövlət Televiziyasının, Mədəniyyət Televiziyasının layihəsi olan Kinoklub layihəsində iştirak eləmişik. Böyük korifey sənətkarımız Amaliya Pənalova ilə, Tariyel Qasımov, Allah can sağlığı versin, Rasim Balayevlə, İlham Namik Kəmalla biz çiyin-çiyinə bir, bilirsiniz ki, məşhur Yol əhvalatı filmində bir səhnə var. Daha doğrusu, üzr istəyirəm, Əhməd Hardadır filmində məşhur aktyorumuz, korifey sənətkarımız Məmməd Sadıq Nuriyevin bir epizodik rolunu biz oynamışıq. Orada bir dəm halında olan bir insanın obrazını, səhnəsini oynamışıq. Və Yaramaz filmində bir səhnə var. Bilirsiniz ki, Ya Mirzavets deyən bir səhnə var. Onu canlandırmışıq. İctimai televiziyada bilirsiniz, Körpü serialında biz deməli məşhur bir səhnə var. Deməli Vəziyyət Ruscandır. Bir səhnə oynamışıq. Əks təsir serialında çəkilmişik. Xəzər televiziyasında belə deyək də milli mətbəximizə aid verilişdə, əyləncəli verilişdə rəqs eləmişik, Heyvagülü rəqsini oynamışıq. Lider televiziyası tor proqramında tamaşaçı qismində iştirak eləmişik. İctimai televiziyanın istintaq davam edir və 20-ci əsrdə olan layihələrdə iştirak eləmişik.
Yəni biz çox uğurlu bir karyeramız olub. Rəsulzadə adına ev muzeyinin təşəbbüs qrupunda yer almışıq. Rəsulzadəyə aid səhifənin müəllifləri. Yəni bizim maarifpərvər fəaliyyətimiz, intellektual fəaliyyətimiz göz qabağındadır. Yer gəlmişkən bizim Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin deməli kitabxanasının, Prezident kitabxanasının oxucusuyuq. Bu bizim vəsiqəmizdir gördüyünüz kimi. Yəni bizim fəaliyyətimiz göz qabağındadır. Biz nədən çəkinəcəyik, nədən qorxacağıq? Bizim çəkinəcəyimiz nə var? Bizim hansı psixoloji travmamız var ki, və ümumiyyətlə natamamlıq kompleksi olan, milli şuurdan məhrum olan insanların, natamamlıq kompleksi olan insanlarda psixoloji travmalar yaşanır və onlar cinayətkarlığa meyilli olurlar. Bizim, baxın, heç bir cinayətkar hərəkətlərimiz, əməllərimiz olmayıb. Biz sərbəst toplaşma azadlıq hüququndan istifadə edə bilməyə bacarmışıq. Bir çox demokratik ölkələrin, səfirliklərin qarşısında mitinqlər eləmişik. Və heç bir zaman bizə polis əməkdaşları müdaxilə eləməyiblər. Mən hər birinizə təşəkkür edirəm. Sağ olun məni izlədiyinizə görə. Mən birazdan təbii ki, Bayıl meydanına gedəcəm, İnam kafeyə gedəcəm. İnşallah orada dostlarımla görüşüm olacaq. Buradan Vüsal Süleymanova və Vüsal Hafizül Əsrara, Damla TV-nin baş redaktoru və o cümlədən keçmiş Milli Fəda Hərəkatının üzvü Vüsal Süleymanovla inşallah görüşməyə düşünürəm. Və gördüyünüz kimi mən hüquq-mühafizə orqanlarından xahiş edirəm ki, bizim asayişimizi qorusunlar və biz hər an Rusiyanın terrorçu qruplaşmalarının təxribatına, terror əmlələrinə məruz qala bilərik. Ona görə narahat olmasınlar və biz birazdan Bakı Konqres Mərkəzindən 5 nömrəli avtobusla minəcəyik və gedəcəyik kafemizə və inşallah asudə vaxtımızı, bazar günümüzü gözəl keçirəcəyik. Və qarşıdan gələn yeni il bayramı münasibəti ilə, Dünya Azərbaycanlı Həmrəylik Günü münasibəti ilə ürəkdən təbrik edirəm. Mənim deyəcəyim bu qədər. Çox sağ olun, var olun. Dərin təşəkkür edirəm. Atamız var.